Ümumiyyətlə, kompetensiya nədir? Əvvəlcə onu izah edeyim. Kompetensiya nə deməkdir? O, insanlarda olan biliklərin, bacarıqların, vərdişlərin hamısının bir yerdə kombinasiya edilmiş formasıdır. Kompetensiya nədir? Fikir verin, hansı sözə oxşayır? Kombinasiya sözünə oxşayır. Kompetensiya sözü kombinasiya sözünə oxşayır. Kompetensiyanın mənası odur ki, insanların o bilik, bacarıqları ki var, bilik, bacarıq, vərdişlərin kombinasiya edilmiş formasıdır. Aydındır. Kompetensiya yenə deyirəm, bilik, bacarıq, vərdişlərin kombinasiya edilmiş formasıdır. Kompetensiya deyəndə nə başa düşürük? Bacarıq başa düşürük. 21-ci əsr bacarıqlarını başa düşürük. Deməli, 21-ci əsr bacarıqları adından da göründüyü kimi hal-hazırdakı dövrümüzdə, 21-ci əsrdə bizdən tələb olunan, dövrümüzün bizdən tələb etdiyi bacarıqlardır. Hansı ki, buna bizdə, yəni müəllimlər də yiyələnməlidir. Həmçinin biz bir müəllim olaraq şagirdlərə də bu kompetensiyaları, bacarıqları ötürməliyik. Aydındır? Yenə deyirəm, 21-ci əsr bacarıqları dövrümüzün, yəni 21-ci əsrin bizdən tələb etdiyi bir bacarıqlardır. Yəni kompetensiyalardır. Kompetensiya nə oldu? Desin zəhmət olmasa Günay müəllimə. Kompetensiya mənası nə oldu? Nə deməkdir kompetensiya? Bacarıq deməkdir. Aha. Biraz da açaq. 21-ci əsrin bacarıqları. Aha. Başqa? Bilik, bacarıq və Bilik, bacarıq vərdişlərin kombinasiyası. Ay, sağ ol, bəli, Günel müəllimə. Bilik, bacarıq, vərdişlərin kombinasiya edilmiş formasıdır. Düz deyirsiniz hamınız. 21-ci əsr bacarıqlardır, bacarıq mənasındadır. Bilik, bacarıq, vərdişlərin kombinasiya edilmiş, kombinə edilmiş bir formasıdır. 21-ci əsr bacarıqları dediyi nəyə deyilir? Desin zəhmət olmasa, xanım müəllimə. 21-ci əsr bacarıqları nə deməkdir? Deməli, müəllimə, 21-ci əsr bacarıqları dedikdə bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyət bunlar deyirsiniz. Ay, sağ ol. Yəni dövrümüzün, baxın, hal-hazırda yaşadığımız dövrün 21-ci əsrin bizdən tələb etdiyi bacarıqlardır. Hər bir dövrün öz bacarığı var. Ola bilər 19-cu əsrdə başqa bacarıqlar tələb olunub insanlardan. 20-ci əsrdə başqa, get-gedə inkişaf edir axı, düzdürmü? Bu inkişaf elədiyinə görə də 21-ci əsr, hal-hazırdakı dövrümüz bizdən artıq başqa, daha mürəkkəb bacarıqlar tələb edir. 8 dənə bacarığımız var. 21-ci əsr bacarıqları 8 yerə bölünür. İndi bir-bir hamısı ilə tanış olacaq və açar sözlərini qeyd edəcəm ki, situasiyalarda, testlərdə asanlıqla tapa biləsiniz. Düşünürəm ki, qeyd eləsəz daha yaxşı olar. Mən qeyd elədikcə siz də qeyd eləyin. Əvvəl baxaq savadlılıq kompetensiyasına. Savadlılıq. Nədir savadlılıq kompetensiyası? Savadlılıq kompetensiyasını da açar sözə yazın ki, ana dilində ünsiyyət. Ana dilində ünsiyyət. Nə deməkdir bu? Məsələn, mən hal-hazırda sizinlə nə dilində danışıram? Azərbaycan dilində, düzdürmü? Öz ana dilimizdə. Ana dilində sizə informasiyaları ötürürəmsə, deməli məndə hansı kompetensiya var? Savadlılıq kompetensiyası var. Niyə? Çünki bu informasiyaları sizə necə ötürürəm? Sizlə necə ünsiyyət qururam? Öz ana dilimizdə. Deməli, ana dildə ünsiyyət hara aid olacaq? Savadlılıq kompetensiyasına aid olacaq. Və yaxud da siz. Mən burada dərsi izah eləyirəm ana dilimizdə. Siz orada qulaq asırsınız və başa düşürsünüz. Əgər mənim bu ana dilində ötürdüyüm informasiyaları başa düşürsünüzsə, eşidib qulaq asıb başa düşürsünüzsə, deməli sizdə də hansı kompetensiya olacaq? Savadlılıq kompetensiyası. Aydındır. Yenə deyirəm, ana dilində ünsiyyət məndən qura bilirsinizsə, baxın, sual verirsiniz, danışırsınız, cavab verirsiniz, məndən dialoqa girirsiniz, ünsiyyət qurursunuz. Qulaq asırsınız, başa düşürsünüz, ana dilində nə varsa, ünsiyyət qurursunuzsa, başa düşürsünüzsə, adicə ana dilində söylənilənlər. Deməli, yenə də sizdə savadlılıq kompetensiyası formalaşmış olacaq. Aydındır. Mən burada ana dilində sizə məlumatları ötürürəmsə, deməli, məndə də savadlılıq kompetensiyası var. Tam başa düşdünüz bura qədər ana dilində ünsiyyəti. Və yaxud da laf ünsiyyət olmasın, olsun ana dilimizin qrammatikasından məlumatlı olmaq. Məsələn, deyirəm ki, Firəngiz müəllimə ana dilinin qrammatikasından məlumatlıdır. Ana dilinin qrammatikasını bilir. Nə bilim, söz ehtiyatı zəngindir. Lüğətini bilir, əzbər bilir. Ana dili haqqında mən sizə nə desəm, əgər desəm ki, qrammatikasından məlumatlısınız, söz ehtiyatınız zəngindir, lüğət ehtiyatınız yaxşıdır, onda deməli sizdə hansı kompetensiya var, hansı bacarıq var?
savadlıq kompetensiyası var. Onda açar sözə yazın ki, ana dilində ünsiyyət, ana dilinin qrammatikasından məlumatlı olmaq, başqa yaza bilərsiniz, zəngin söz ehtiyatı, lüğət ehtiyatı, hamısı savadlığın içərisindədir. Hər vaxtınız xeyir, xoş gördük. Hər vaxtınız xeyir. Bir dənə də açar söz verim sizə. İnformasiya savadlığı. İnformasiya savadlığı. Nədir informasiya savadlığı? Baxın, informasiyanı araşdırırsınız. Gedib məlumat toplayırsınız. Hardan? Məsələn, kitabdan, qəzetdən, jurnaldan və yaxud da kitabxanadan fikir verirsinizsə, burada heç bir texnologiya yoxdur. Yəni bu gedib telefondan məlumat toplamırsınız, araşdırma aparmırsınız, planşetdən istifadə eləmirsiniz. Nədən istifadə edirsiniz? Kitab, qəzet, jurnal, kitabxana, yəni buna deyəcəyik biz ümumilikdə kütləvi informasiya vasitələri. KİV. Yenə deyirəm, baxın, əgər məlumatı, araşdırmanı gedib kitabdan, qəzetdən, jurnaldan, kitabxanadan aparırsınızsa, deməli bu hara aiddir? İnformasiya savadlığına aiddir. Açar sözü nə oldu bunun? KİV. KİV nə oldu? Kütləvi informasiya vasitələri. Kütləvi informasiya vasitələri hansılardır? Kitab, qəzet, jurnal, kitabxana. Bu kimi vasitələr kütləvi informasiya vasitələrinə aiddir. Bura qədər tam başa düşdünüz? Aydındır? Nə qaranlıq qaldı, deyin. Yaxşı. Aydınsa bir də özət keçim. Deməli dedik ki, 21-ci əsr bacarıqlarından biri savadlıq kompetensiyasıdır. Açar sözlərimiz oldu nə? Ana dilində ünsiyyət, informasiya savadlığı, ana dilinin qrammatikasından məlumatlı olmaq, zəngin söz ehtiyatı, lüğət ehtiyatı, hamısı savadlıq kompetensiyasının içərisində daxildir. Ana dilində ünsiyyət deyəndə nə başa düşürük? Ana dilində dialoq qurmaq öz dilimizdə və yaxud da hal-hazırda ana dilində, öz dilimizdə sizə məlumat ötürürəm. Deməli, məndə də savadlıq kompetensiyası var. Siz məni dinləyirsiniz. Ana dilində sizə ötürdüyüm məlumatlara qulaq asırsınız və başa düşürsünüz. Deməli, sizdə də savadlıq kompetensiyası var. İnformasiya savadlığı nə oldu? Məlumat toplayırsınız, araşdırma aparırsınız. Hardan? Hardan? Desin zəhmət olmasa. Kitabxanadan. Aha, Lamiyə müəllimə deyin. Kitabxanadan. Kitab, qəzet, jurnal. Qəzetdən, jurnaldan. Ay, sağ ol, bəli, afərin, tamamilə doğrudur. Qəzetdən, jurnaldan, dəftərdən, kitabxanadan, bu kimi vasitələr kütləvi informasiya vasitələri sayılır. Hara aiddir? İnformasiya savadlığına aiddir. Yaxşı, bura qədər aydındırsa gəlin keçək növbəti kompetensiyamıza. Çox dil bilmək kompetensiyası. Ümumiyyətlə, bu terminləri görəndə, anlayışları görəndə baxan kimi ona tərif çıxarmalısınız. Açar sözlərini yada salmalısınız. Çünki hamısı özü ilə əlaqəlidir. Baxın, çox dil bilmək kompetensiyası. Adına baxanda nə görürsünüz? Bəli. İnci sözü çəkmir. Ekrana işıq düşür, qəşəng görmək olmur. Qəşəng görmək olmur. Niyə? Məndə təmiz görünür. İndi müəllimə bu 21-ci əsrin bacarıqlarına aid olur da. Bu da 3-cü bacarıq sayılır, kompetensiyası. İkinci kompetensiyamızdır bu. Çox dil bilmək kompetensiyası ikincidir. İşıq düşür deyirdiniz. İşıq düşür. Üstdən biraz işıq düşür, görmək olmur. Tamam. Aşağıda yazıram biraz. Görünündə görünəcək. Oldu, hə. Əla. Çox dil bilmək kompetensiyası. Bu ikincidir. Birinci oldu savadlıq kompetensiyası. Açar sözləri oldu ana dilində ünsiyyət, ana dilinin qrammatikasından məlumatlı olmaq, zəngin söz ehtiyatı, informasiya savadlığı. O birinci. Bu ikincidir. Çox dil bilmək kompetensiyası ikinci bacarığımızdır. Hansı açar sözlərimiz var? Ümumiyyətlə adına baxan kimi burada gözümüzə nə çarpır? Buradakı insan, bu bacarığı olan insan çox dil bilir. Yəni ana dili yox. Ana dilindən əlavə, ana dilindən savayı başqa dildə də danışa bilir. Başqa dildə də ünsiyyət qura bilir. Başqa dilin qrammatikasına məlumatlıdır. Məsələn, tutaq ki, ingilis dili haqqında ingilis dilində danışa bilirsinizsə, nə bilim, məsələn, tutaq ki, mən burada sizə bu informasiyaları rus dilində ötürürəmsə, ana dilim Azərbaycan dilidir ya, amma rus dilində danışa bilirəmsə, rus dilində sizə bu informasiyaları ötürə bilirəmsə, deməli, məndə hansı kompetensiya var?
Savadlılıq yoxsa çox dil bilmək? Çox dil bilmə. Bəli, Çox dil bilmək. Ay sağ ol. Əgər informasiyaları Azərbaycan öz ana dilimizdə sizə ötürsəydim, onda hansı kompetensiya olardı? Savadlılıq. Savadlılıq. Ay sağ ol. Ay sağ ol. Amma mən Azərbaycan bölməsi yox, Rus bölmələrinə dərs keçsəydim, öz ana dilimiz Azərbaycandır ya. Sadəcə Rus bölməsi olduğuna görə Rusca mən bunları sizə izah eləsəydim, onda məndə hansı kompetensiya olardı? Çox dil bilmə. Çox dil bilmək. Yaxşı, onda sualımı dəyişim. Oy, üzr istəyirəm. Onda sualımı dəyişim. Azərbaycan bölməsisiz, mən də Azərbaycan bölməsiyəm. Ana dilimiz Azərbaycan dilidir, düzdürmü? Mən sizə rusca informasiyaları ötürürəm. Siz də orada qulaq asırsınız və başa düşürsünüz. Səslərimizi bağlayaq. Əlavə səslər gəlir. Firuzə müəllimə sizdən gəlir. Boy. Exo gəlir. Hə. Bağladım, mən bağladım. Hə. Deməli, nə sual verdim? Dedim ki, Azərbaycan dildə ana dilimiz. Mən sizə bu informasiyaları rus dilində ötürsəydim və siz də oradan qulaq asıb rus dilində ötürdüyüm informasiyaları başa düşsəydiniz, onda sizdə hansı kompetensiya olardı? Çox dil bilmə. Ay, sağ ol. Bəli, çox dil bilmək. Yaxşı, sualı biraz da dəyişim. Ana dili rus dili olan müəllim dərsi rus dilində uşaqlara izah eləsə, onda hansı kompetensiya var? Savadlılıq. Aferin. Əla. Bəli, çünki onun ana dili hansı dildir? Azərbaycan yox, rus dilidir. Ana dili rus dilidir. Elə o da özü rus dilində danışırsa, rus dilində informasiyanı ötürürsə, deməli o ana dilində ünsiyyət sayılır. Başqa dildə yox. Ana dilində ünsiyyət qurursa, deməli bu nəyə aid olacaq? Savadlılıq kompetensiyasına aid olacaq. Deməli, çox dil bilmək kompetensiyasını mən asar söz kimi verə bilərəm sizə. Müxtəlif dildə ünsiyyət. Savadlılıqda ana dildə ünsiyyət idi, burada müxtəlif dildə. Verə bilərəm burada sizə başqa açar söz. Müxtəlif dillərin, qısa yazıram, qrammatikasından məlumatlı olmaq. Deyə bilərəm sizə burada, məsələn, müxtəlif dillərin o lüğət ehtiyatını bilmək, əzbərləmək, öyrənmək, başa düşmək, bütün bunlar hamısı müxtəlif dillərə aid olduğuna görə çox dil bilmək kompetensiyasına aid olacaq. Bura qədər aydındır. Nə qaranlıq qalıb bura qədər? Deyin. Yaxşı, aydındırsa keçək 3-cü kompetensiyaya. Diqqətlə qulaq asın, fikriniz burada olsun. Açar sözlərə diqqət etirin. Çətin mövzu deyil, asan mövzudur. Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Müəllimə bir şey soruşa bilərəm. Aha, bəli, soruşa bilərsiniz, buyurun. Bu kitabda hamısına ayrılıqda yazıb ki, əsas bilikləri, bacarıqları, dəyərləri, onları ayrı-ayrı bilməyə ehtiyac yoxdur, hə? Oxumaq, əzbərləmək. Yox. Siz yəqin səriştələrə baxırsınız. Fəaliyyətlə bağlı səriştələr var orada, Çox dil təfəkkürlə bağlı bilmək var. kompetensiya. Hə, ay sağ ol, onlar deyir bir cəsir bacarıqları. Yox, mən nə deyirəmsə, onlar sizə lazımdır. Əlavə sözləri, söz yığınını oxumağa ehtiyac yoxdur. Yaxşı, təşəkkürlər. Buyurun. Deməli, harda qalmışdıq? Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Nə deməkdir bunlar? Hər birinin bir dənə açar sözünü verəcəm. 1, maksimum 2 açar söz verəcəm. Amma əgər ayrılıqda riyazinin açar sözünü görsəz, amma variantda bunu tam şəkildə kompetensiya olaraq elmi, texnoloji, mühəndislik hamısını bir arada görsəz, təbii ki, nə götürəcəksiniz? Bu cavabı götürəcəksiniz. Nə olsun riyazinin açar sözüdür? Halbuki bu riyazi nəyə aiddir? Elə bunun içərisinə aiddir. Ona görə hamısını bir yerdə götürmək olar. Deməyin, ay müəllimə səhvdir. Burada bunun açar sözü yoxdur, bunun açar sözü yoxdur. Əgər bunlardan, bu dördündən hər hansı birinin açar sözünü görsəz, deyin ki, elə cavab budur. Ayrı da verə bilər, ona görə vurğulayıram. Ayrı deyə bilər riyazi kompetensiya, bunun hamısını bir yerdə də verə bilər. Bir yerdə versə də götürəcəksiniz, ayrı versə götürəcəksiniz. İndi keçək açar sözlərə. Adından göründüyü kimi burada nədən söhbət gedir? Riyazi biliklərdən söhbət gedir. Riyazi bacarıqdan söhbət gedir. Hansı bacarıqlar? Hesablama bacarıqlardır, toplama çıxmadır, bölmədir. Bütün bunlar hamısı riyazi bacarıqlara aiddir. Deməli, açar sözümüz nə olacaq? Riyazi bacarıqlar. Məsələn,
hesablama bacarığı. Mən deyə bilərəm sizə, riyazi bacarıqlar həyati bacarıqlardır. Deyə bilərəm. Riyazi bacarıq, riyazi kompetensiya həyati bacarıqdır. Deyə bilərəm. Sizcə. Niyə deyə bilmərəm? Birbaşa həyatla əlaqəlidir axı. Gedirsiniz, məsələn, səslərimizi bağlayaq, əlavə səslər gəlir. Firuzə müəllimə, sizdən gəlir. İstəyirsiniz, çıxın girin. Bəs səsimizi siz necə eşidəcəksiniz? Deyə bilərik, mən deyirəm. Aha, Firuzə müəllimə. Bağlayan mikrofon. Siz çıxın girin. Ən yaxşısı. Çünki səs çox dəhşətli şəkildə gəlir. Hə. Harda qalmışdıq? Hə, sual verdim ki, sizə riyazi kompetensiya həyati bacarıqdırmı? Bəli. Bəli, düz deyirsiniz. Nəyə görə? Günlük məktəbimizdə işlədirik, Ay, adi sağ ol. alış-verişdə belə riyazi bacarıqlar lazımdır. Ay, sağ ol. Bəli, tamamilə doğrudur. Gündəlik həyatımızda riyazi bacarıqlardan çox istifadə edirik. Riyazi bacarıqlarımız əgər olmasa, biz üçün çox çətin olar yaşamaq. Adicə marketə giririk, çörək alırıq, su alırıq, gərək adicə o ən azından toplama çıxmanı bilməliyik ki, pulu verək, verib qaytaranda çətinlik çəkməyək, verəndə çətinlik çəkməyək, qaytaranda hesablaya bilək, düzmü verdi, səhvmi verdi. Adicə pərdə məsələn dükana gedirik, o pərdənin ölçülərini bilməliyik, ölçməliyik, ölçməyi bacarmalıyıq. Yəni bu kimi həyati o belə deyim də işlərimizdə bizə riyazi bacarıqlar çox lazım olur. Yəni birbaşa hansı inteqrasiya ilə əlaqəlidir? Fənüstü inteqrasiya ilə əlaqəlidir deyə bilərəm. Yəni müəllim fənüstü inteqrasiya eləyərək şagirdlərdə bu riyazi bacarıqları formalaşdıra bilər. Deyə bilərsiniz, ay müəllimə, fənüstü inteqrasiya nədir? Fənüstü inteqrasiya həyatla əlaqələndirmədir. İnteqrasiya nədir? Əlaqələndirmə. Fənüstü də həyatla əlaqələndirmədir. Məsələn, tutaq ki, mən sizə, məsələn deyirəm, riyazi bacarıqları formalaşdırmaq istəyirəm sizdə. Mən sizdə bu riyazi bacarıqları formalaşdırmaq üçün fənüstü inteqrasiyadan istifadə eləsəm, yəni həyatla əlaqələndirsəm mövzunu, desəm ki, ay uşaqlar, gedin, məsələn deyirəm, otağınızın sahəsini, perimetrini, hündürlüyünü ölçün, filan şeyi hesablayın, bunu eləyin və yaxud da məsələ verirəm, deyirəm, gedin, məsələn, mağazadan 2 çörək al, nə bilim, bir dənə qələm al, bir dəftər al, 5 manat da pul verirəm. Deyirəm, get hesabla, gör nə qədər xərcin çıxacaq, neçə olacaq, qiyməti nə qədər olacaq, nə qədər sənə pul qalacaq, nə qədər ona verəcəksən. Fikir verirsinizsə, uşaq gedir, həyatda tətbiq eləyir. Üstə gəldə hesablamağı öyrənir, özündə inkişaf elətdirir. Nəyi? Riyazi bacarığı. Deməli, müəllim fənüstü inteqrasiyadan istifadə eləyərək bilavasitə hansı kompetensiyanı formalaşdıra bilər? Riyazi kompetensiyanı. Aydındır. Riyazi kompetensiyada onda dedik ki, bir riyazi bacarıqlardır. Bir də fənüstü inteqrasiya açar sözünü verə bilərəm. Çünki müəllim fənüstü inteqrasiyadan istifadə edərək şagirdlərdə həyati bacarıq olan riyazi bacarıqları formalaşdıra bilər. Gəlin indi keçək elmi kompetensiyaya. Elmi kompetensiya nədir? Açar sözü. Elmi kompetensiya bilirsiniz nə deməkdir? Yəni ətrafda baş verənlərə kör-körənə baxmaq xatirinə baxmırsınız. Elmi gözlə baxırsınız. Elmi baxış keçirirsiniz. Nə deməkdir bu? Yəni, məsələn, tutaq ki, ətrafınızda hər hansı bir proses, hər hansı bir hadisə baş veribsə, ona adi gözlə baxmırsınız. Elmi gözlə baxırsınız. Necə? Elmi gözlə baxırsınız, həmin o baş verən prosesi, hadisəni analiz edirsiniz, təhlil edirsiniz, incəliyirsiniz. Açar sözünə verə bilərəm. Ətrafda baş verənləri yazın. Ətrafda baş verən prosesləri təhlil etmək, analiz etmək, incələmək, ayırd etmək, incəliyir. Elmi gözlə baxır. Yenə deyirəm, bir var, baxmaq xatirinə baxasınız. Bir də var ki, ətrafda baş verənlərə elmi gözlə baxasınız. Ətrafda baş verənləri incəliyirsiniz, təhlil edirsiniz, analiz edirsiniz. Bu hansı kompetensiya olacaq? Elmi kompetensiya olacaq. Müəllim, axşamınız xeyir, keç qoşuldu və başlayın. Eybi yox, narahat olmayın. Yaxşı, bəs texnoloji kompetensiya nədir? Texnoloji və mühəndislik. Texnoloji və mühəndislik kompetensiyasında adından göründüyü kimi burada nədən söhbət gedəcək? Texnologiyadan.
Açar söz verirəm texnologiyanın inkişafı. Nədir texnologiya? Nədir mühəndislik? Məsələn, mühəndislər texnologiyanın inkişafından istifadə edib nə edirlər? İnkişaf elədikcə ağıllı tozsoranlara qədər çıxıb, düzdürmü? Robotlara qədər çıxıb. Onlar hamısı nədən asılıdır? İnsanlarda olan texnoloji və mühəndislik kompetensiyasından. Əgər texnoloji və mühəndislik kompetensiyası olmasa, nə ağıllı tozsoran olar, nə qab yuyan olar, nə tozsoran olar, nə bilim, nə nə deyirlər, robot olar, heç nə olmaz, heç nə. Deməli, bütün bunların olması üçün, texnologiyanın inkişaf etməsi üçün insanlarda hansı kompetensiya olmalıdır, hansı bacarıqları inkişaf eləməlidir? Bilavasitə texnoloji və mühəndislik kompetensiyası. Tam başa düşürsünüz bu dediklərimi? Aydındır. Əgər texnoloji və mühəndislik kompetensiyası inkişaf eləməsəydi insanlarda, heç indi bu dəqiqə əlimizdə olan o sensor telefonlar da olmazdı. Nə bilim, qab yuyan maşınımız da olmazdı, paltar yuyan maşınımız da olmazdı. Bütün bunlar nədən irəli gəlir? Nəyin inkişafından xəbər verir? Texnoloji və mühəndislik, sağ ol. Texnoloji və mühəndislik kompetensiyasının inkişafından xəbər verir. Bura qədər nə qaranlıq qaldı? Çəkinməyin, utanmayın, nə sualınız olsa verin. Yenə deyirəm. Ondan qabaqkılar hansı idi? Riyazi, elmi, texnoloji. Riyazi, elmi, Birinci, ikinci texnoloji. hansı idi? Savadlılıq, bir də çox da bilmək. Ekran kaydı çəkmişəm. Baxarsınız, nəzakət müəllimi əvvəlinə, yaxşımı? Əslində biz sizlə bu mövzunu keçmişik, nəzakət müəllimi. Keçmişik. Bəli, bu başqa qrupdur. Yaxşı, davam edək. Özət keçirəm. Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası nə deməkdir? Riyazi kompetensiyada oldu riyazi bacarıqlar. Bir də riyazi bacarıqları mən uşaqlarda necə inkişaf etdirə bilərəm? Nədən istifadə eləyərək inkişaf etdirə bilərəm? Kim deyər? Hansı inteqrasiyadan istifadə? Nə ilə? Hesablama. Həyat. Fənüstü inteqrasiya. Ay, sağ ol. Bəli, fənüstü inteqrasiya. Doğrudur, bəli. Fənüstü inteqrasiyadan istifadə edərək uşaqlarda riyazi kompetensiyanı inkişaf etdirə bilərəm. Elmi kompetensiyanın açar sözlərini desin mənə, zəhmət olmasa, Aysel müəllimə. Orada deməli həyatla baş verən hadisələri müzakirə etməkdir, analiz etməkdir, sintez etməkdir, onlardır. Ay, sağ ol. Analiz etmək, təhlil etmək, incələmək. Ay, sağ ol. Bəli, afərin. Tamamilə doğrudur, düzdür. Yaxşı, cavab versin mənə zəhmət olmasa Aygül müəllimə. Texnoloji və mühəndislik kompetensiyanın açar sözləri hansılar oldu? Texnologiya olanlara həyatımızda bizə yardımcı olan, məsələn, robot tozsoranlar, texnoloji məsələlər. Yəni, texnologiyanın inkişafı bilavasitə bu kompetensiyadan asılıdır. Əgər insanlarda texnoloji və mühəndislik kompetensiyası olmasaydı, texnologiyamız bu qədər inkişaf eləməzdi. Ağıllı o süpürgələr olmazdı, qab yuyan olmazdı, robot olmazdı, maşın olmazdı. Bütün bunlar hamısı nədən irəli gəlir? Texnoloji və mühəndislik kompetensiyasının inkişafından irəli gəlir. Əla, bu da doğrudur. Aydınsa keçək 4-cü kompetensiyamıza. 4-cü kompetensiya rəqəmsal savadlılıqdır. Rəqəmsal savadlılıq. Mən bayaq sizə informasiya savadlığı dedim. İnformasiya savadlılığını açar söz kimi harda vermişdim sizə? Hansı kompetensiyanın açar sözü kimi vermişdim? Kim deyər? İnformasiya savadlılığını harda dedim sizə? Hansı kompetensiya? Kütləvi informasiya vasitələrində, yəni kitab, qəzet, jurnal. Hansı kompetensiyada? Savadlılıq. Ay, sağ ol. Bəli. Bəli, tamamilə doğrudur. Savadlılıq kompetensiyasında dediyi informasiya savadlılığını. İnformasiya savadlığı nə idi? Nə deməkdir informasiya savadlığı? Kitabxanalarda Kütləvi informasiya vasitələrindən öyrənən. Ay, sağ ol. Bəli, Aygün. Ay, sağ ol. Bəli, tamamilə doğrudur. Qəzetdən, jurnaldan, kitabxanadan, kitablardan istifadə eləyərək, jurnaldan istifadə eləyərək məlumat toplamaq, araşdırma aparmaq, bütün bunlar informasiya savadlılığına aiddir. İnformasiya toplayırsınız. Hardan? Kütləvi informasiya vasitələrindən. Açar sözü çiv. Amma rəqəmsal savadlığı isə burada artıq nə olacaq? Rəqəmsallıq olmalıdır, texnologiya olmalıdır. Siz gedirsiniz, informasiya toplayırsınız. Amma hardan? Kompüterdən,
telefondan, planşetdən, bu kimi texnologiyalardan, rəqəmsal vasitələrdən istifadə eləyərək toplayırsınız. Aydındır. Açar sözümüz nə olacaq? İKT. İnformasiya, kommunikasiya texnologiyaları. İnformasiya, kommunikasiya texnologiyaları nə deməkdir? İnformasiyanı hardan toplayırsınız, hardan araşdırırsınız? Texnologiyadan. Nədir texnologiya? Rəqəmsallıq var orada. Telefon, planşet, kompüterdən istifadə eləyərək məlumat toplayırsınız. Tam başa düşdünüz bunu. İnformasiya savadlığı ilə qarışdırmayacaqsınız bunu. İnformasiya savadlığında açar sözümüz KİV-dir. Kütləvi informasiya vasitələri. İnformasiyanı qəzetdən, jurnaldan, kitab dəftərdən toplayırsınız, kitabxanadan toplayırsınız. Amma rəqəmsal savadlıqda rəqəmsallıq var, texnologiya var. İnformasiyanı kompüterdən, planşetdən, telefondan toplayırsınız. Laf araşdırma aparmaq olmasın. Sizə situasiya verə bilər ki, məsələn, şagirdin kompüter bacarıqları yaxşı inkişaf eləyib və yaxud da kompüterdə işləməyi bacarır və yaxud da kompüter proqramlarını yaxşı bilir, kompüter proqramlarında yaxşı işləyir, slaytlar düzəldir. Deməli, mən bu situasiyaları görən kimi nə götürəcəm orada? Uşaqda hansı bacarıq var? Rəqəmsal savadlıq var. Çünki kompüterdə işləməyi bilir. Rəqəmsal savadlıq bacarığı yaxşı inkişaf edib, rəqəmsal kompetensiyası var ki, o uşaq kompüterdə, telefonda, planşetdə işləməyi bacarır. Tam başa düşdünüz bunu da. Tam aydındır sizə. Qaranlıq qalmadı isə bura qədər. Bəli. Bəli. Yaxşı. Mən savadlıq əla. Deməli dedik, informasiya savadlığı ayrı kompetensiya deyil. İnformasiya savadlılığı savadlılıq kompetensiyasının içərisindədir. Amma rəqəmsal savadlılıq ayrı bir özü kompetensiyadır. İndi keçək digər kompetensiyamıza. Şəxsi, sosial, öyrənməyi öyrənmək kompetensiyası. Şəxsi, sosial, neçənci idi bu? 5-cidir, düzdür? Şəxsi, sosial, öyrənməyi öyrənmək kompetensiyası. Nə deməkdir bu? Baxın, açar sözümüz burada nədir? İnsan, şagird, öyrənməyi öyrənmək nə deməkdir? Yəni, öz öyrənməsini təmin eləyir. Şəxsi və sosial məsuliyyəti var, məsuliyyət hiss eləyir və öz öyrənməsini təmin eləyir. Öyrənməyinizi necə təmin edirsiniz? Sizə sual verirəm. Gedirsiniz, məsələn, özünüzə plan qurursunuz, rejim qurursunuz, özünüz üçün bir qrafik, cədvəl qurursunuz. Deyirsiniz, məsələn, səhər saat 6-da duracam, məsələn, 1 saat test eləyəcəm, 1 saat dərsə baxacam, nə bilim, test qaydanı yazacam, konspekti tutacam, dəftər tutacam, test yazacam, sınaq işləyəcəm, onu eləyəcəm, bunu eləyəcəm. Özünüz üçün bir nə eləmisiniz? Qrafik tutmusunuz, cədvəl tutmusunuz. Öz belə deyim də, özünüzə məxsus rejiminiz var. Bu sizin hansı kompetensiyanızın olmasından xəbər verir? Şəxsi, sosial, öyrənməyi öyrənmək. Yəni, siz öz öyrənməyinizi təmin edə bilirsiniz. Telefon əlinizdə olanda, məsələn, qrupa test atmışamsa, girib o qrupdakı testi işləyirsiniz. Gedib YouTube-a girib kinoya baxmırsınız və yaxud da TikTok-a girmirsiniz, Instagram-a girmirsiniz. Deməli, siz hisslərinizi cilovlaya bilirsiniz. Baxın, emosiyalarınızı tənzimləyə bilirsiniz. O, loru dildə deyim də, şeytan sizi yoldan çıxartmır. Emosiyalarınızı dərhal cilovlayırsınız, o şeytana qalib gəlirsiniz, gedirsiniz, nə edirsiniz? Dərs oxuyursunuz. Qrupa atdığım testləri işləyirsiniz. Deməli, sizin hansı kompetensiyanız yaxşı inkişaf edir? Şəxsi, sosial, öyrənməyi Şəxsi, sosial öyrənməyi. Ay, sağ ol. Özünüzdə sanki məsuliyyət hiss edirsiniz. Fikir verin. Şəxsi və sosial məsuliyyətiniz var. Məsuliyyəti üzərinizdə hiss edirsiniz və gedib öz öyrənməyinizi təmin edirsiniz. Nə edərək? Özünüzə vaxt ayırırsınız, hisslərinizi cilovlayırsınız, TikTok-a girmək yerinə gedib atdığım testləri işləyirsiniz və yaxud da məsələn dərs oxuyursunuz. Bütün bunlar hamısı şəxsi sosial öyrənmək kompetensiyasının inkişafından irəli gəlir. Əgər şagirdlərdə bu kompetensiyanı yaxşı formalaşdıra bilsəz, uşaqlarda inkişaf bir xeyli gedəcək. Öz öyrənmələrini təmin edəcəklər. Biz sizdən bilik mövzusu keçəcəyik. Orada metakognitiv biliyə aiddir öz öyrənməni təmin etmək. Yəni uşaqların o metakognitiv biliyini inkişaf etdirmiş olursunuz.
Uşaqların öz strategiyası olur, öz öyrənmə metodu olur. Valla bəzən elə olur ki, uşaqlar o dərsləri elə yolla yadda saxlayırlar ki, yəni özünə məxsus o strategiyaları, öz öyrənmə metodları o qədər gözəl olur ki, bəzən müəllim şagirddən soruşur ki, ay Aysə, sən bunu necə öyrəndin? Necə bu sözləri əzbərlədin? Məsələn, ingilis dili dərsində olur da çox vaxt. Müəllim deyir ki, bu 50 dənə sözü necə əzbərlədin belə su kimi? Və yaxud da uşaqlar soruşur. Deyir, ay Əli, sən bu sözləri nətər əzbərlədin bu cür yaxşı, bu cür o çaşmadan, səlis şəkildə necə əzbərləyə bildin? Yəni bu hamısı nədən irəli gəlir? Uşağın öz öyrənmə metodundan. Deməli öz planını, strategiyasını o qədər gözəl şəkildə qurub ki, uşaq çox gözəl dərsi əzbərləyib, yaddaşına yazıb. Öz metodunu digər uşaqlarla da bölüşə bilər təbii ki. Aydındır. Deməli uşaqda bu kompetensiya yaxşı inkişaf eləyib. Öz gələcəyi haqqında, öyrənməsi haqqında düşünür. Daxili motivatoru var. Yəni daxildən özü-özünə motivasiya verir. Özündə məsuliyyət hiss edir və gedir o dərslərini oxuyur, öz öyrənməsini təmin eləyir. Bura qədər kimə nə qaranlıq qaldı? Tam başa düşdünüz? Deməli burada açar söz kimi yaza bilərsiniz. Məsuliyyəti dərk etmək, məsuliyyəti dərk etmək. Başqa açar söz kimi yaza bilərsiniz. Emosiyaları nizamlamaq. Yaza bilərsiniz burada şagirdin öz strategiyasının olması, özü üçün plan qurmaq, rejim qurmaq. Bütün bunları açar söz kimi yaza bilərsiniz. Bura qədər aydınsa keçək fəal vətəndaş kompetensiyasına. Fəal vətəndaş kompetensiyası. Səslərimizi bağlayaq zəhmət olmasa. Neçənci oldu bu? 7-cidir? 6-cı. 6. Fəal vətəndaş kompetensiyası. Nədir fəal vətəndaş? Adından göründüyü kimi. Necə vətəndaşdır? Aktivdir, fəaldır. Yaxşı, bəs bu vətəndaş nə eləyib ki, buna aktiv vətəndaş adı vermişik? Bu vətəndaş bekar dayanmır. Evdə heç nədən xəbərsiz oturmur. Axtarır, araşdırır. Məsələn, məlumatlıdır ki, məlumatı var ki, 8 noyabr filan yerdə, məsələn, filan bir tədbir olacaq. Nə bilim, filan kəsin çıxışı olacaq. Tədbir olacaq, bayram olacaq. Gedir, həmin tarixdə o bayramda, o tədbirdə iştirak edir. Aktiv iştirak edir. Yəni, deyə bilərəm ki, dövlətin leyhinə olan işlərdə iştirak etmək özü nəyə aiddir? Fəal vətəndaşa. Aktivdir, fəaldır. Bir var, mən bütün gün otururam evdə, heç nədən xəbərim olmur. Harada nə keçilir, xəbərim olmur. Gedib iştirak eləmirəm. Tədbir olmasın, nə lap olsun, ağacəşmə aksiyaları, yaşıllaşdırma, nə bilim, aksiyaları, iməclik, adicə o çöldə iməcliklər olur. Yaşıllaşdırma aksiyaları olur, ağacəşmə aksiyaları olur. Əgər siz gedib təbiətin leyhinə olan işlərdə, dövlətin leyhinə olan işlərdə iştirak edirsinizsə, gedib ağac əkirsinizsə, iməclikdə iştirak edirsinizsə, deməli siz necə vətəndaşsınız? Aktiv vətəndaşsınız. Bir vətəndaş kimi fəal iştirak edirsiniz o dövlətin işlərində. Tam başa düşürsünüz nə demək istədiyimi? Tam aydın olur sizə. Qaranlıq qalmır dediklərim. Baxın, məlumatlısınız. Məsələn, dövlətinizin, yaşadığınız ölkənin adət-ənənələri haqqında, nə bilim, gündəm xəbərlərdən məlumatlısınız. O bayaq dediyim kimi, gündəm xəbərlərdən məlumatlısınız ki, filan vaxt, filan yerdə filan şey olacaq. Ağacəşmə aksiyası olacaq, iməclik olacaq, filan tədbir olacaq. Gedirsiniz, onlarda iştirak edirsiniz. Deməli, sizdə fəal vətəndaş kompetensiyası inkişaf etmiş sayılır. Və yaxud da öz o yaşadığı rayon, şəhər, ölkə haqqında məlumatlı olmaq. Yəni, məsələn, tutaq ki, ölkənin mədəniyyəti, abidələri, tarixi abidələri haqqında, əhalisi haqqında, ərazisi haqqında, hava şəraiti haqqında məlumatlı olmaq, bunlar da nəyə aid olacaq? Fəal vətəndaşa. Aktivsiz, məlumatlısınız. Tam başa düşdünüz? Sizdə fəal vətəndaş kompetensiyası yaxşı inkişaf edib. Bura qədər nə qaranlıq qaldı? Deyin. Çətinliyiniz var, çətindir mövzu. Susmaq razılıq əlamətdir. Ümid edirəm ki, heç nə qaranlıq qalmayıb. Keçək indi 7-ci sahibkarlıq kompetensiyasına. Müəllimə, bu kompetensiya sözünün mənası nə deməkdir? Kompetensiya sözünün mənası, desin zəhmət olmasa, Bilik, bacarıq, vərdişlərin kombinasiyası. Ay, sağ ol. Bəli.
Günel müəllimə, bilik, bacarıq, vərdişlərin kombinasiya edilmiş bir forması, kombinasiyası deməkdir. Bilik, bacarıq, vərdişlərin kombinasiyası. Hamısının birgə istifadəsi deyək. Aydındır, Nəzakət müəllimə? Tam başa düşdünüz? Bacarıqdır. Özü də elə bir növ bacarıqdır. Sadəcə fikir verin, görün bir kompetensiyanın içərisində nə qədər bacarıq var. Məsələn, savadlı kompetensiyanın içərisində həm ana dilində ünsiyyət var, həm informasiya savadlığı var, həm zəngin söz ehtiyatı var. Görün nə qədər bacarıqlar var. Yəni kompetensiya bütün o müxtəlif bilik, bacarıqların kombinasiyasıdır. Hamısının yəni birgə istifadəsi deməkdir. Bəli, müəllimə, bağışlayın. Yox, narahat olmayın, nə bağışlayın. Nəyə başa düşməsəz soruşun, yaxşımı? Xoşdur. Baxaq indi sahibkarlıq kompetensiyasına. Adına baxın, nə var burada? Sahibkar sözü. Sahibkarsınız. Öz işinizin sahibisiz. Öz işinizin sahibi olmaq üçün, sahibkar olmaq üçün, iş qurmaq üçün sizdə nə olmalıdır? Hansı bacarıq olmalıdır? Ən birinci nə lazımdır? Pul. Maliyyə. Ay, sağ ol, maliyyə. Sizdə maliyyə savadlığı olmalıdır. Bir dəqiqə maçır dəyişim. Sizdə maliyyə savadlığı olmalıdır. Yəni, nə deməkdir maliyyə savadlığı? Büdcəsinə qənaət eləmək, puldan düzgün istifadə eləmək, büdcəyə qənaət etməyə bacarmaq. Məsələn, əlinizdə 50 manat var və yaxud da 10 manat var, gedirsiniz, çarçur eləyirsiniz. Lazımsız hər şeyi alırsınız. Məsələn, məndə o şey var, boynuma alıram. Düzgün istifadə. Hə, bir çoxumuzda var düşünürəm ki. Pul gələn kimi çarçur eləyirsiniz, qutarırsınız, oturursunuz. Hə, deyirsiniz, bunu niyə elədim? Boş-boşuna gedirsiniz, lazımsız hər şeyə verirsiniz, cips alırsınız, onu eləyirsiniz. Məsələn, özümdən misal çəkirəm, ay siz demirəm. Cips alırsınız, onu alırsınız, bunu alırsınız, baxırsınız ki, pul qutarıb. Büdcəyə qənaət etmə bacarığımız olmalıdır bizim də və biz şagirdlərə də bunu ötürməliyik ki, onlar da büdcəsinə qənaət eləyə bilsin. Məsələn, uşağın əlinə 5 manat veririk, gedir uşaq 5 manata lazımsız hər şey alır. Özünə lazım olan da alır, lazımsız da alır. Yəni, çarçur eləyir də, belə deyim, loru dildə. Yəni, yaxşı eləyir, pulu xərcləmək yaxşıdır. Saxlamağın nə lazım? Yox, saxlamaq da lazımdır. Çətin günə, dar günə. Qoy ürəkdən alsın, yesin valla, onsa dünya beş gün. Düzdür, o da düzdür, amma yenə də... Yox, o qədər də dağıtmaq yox. Şəxsən mən eləyəm, dağıdıram. Sabahki gün fikirləşəm, indi nə eləyəcəm? Ay, sağ ol, yox, dağıtmaq da lazım deyil. Düzdür, almalıyıq. O deyirlər, dünya üç günlükdür, eləməli, amma sabaha da fikirləşmək lazımdır. Ki, bu günün sabahı da var, qənaət etməliyik, başqa şeyə, vacib işə lazım olar. Yox, mütləq ki, qənaət etməyə bacarmalıyıq. Biz əslində biraz üzərimizdə işləsək, bu bacarığı özümüzdə formalaşdıra bilərik məncə. Mən elə düşünürəm. Yaxşı, deməli dedik ki, öz işimizin sahibi olmaq üçün, yəni gedib özünüzə iş qurub, sahibkar olmaq üçün sizdə nə olmalıdır? Maliyyə savadlığı. Yəni, pulunuza, büdcənizə qənaət etməyə bacarmalısınız. Düzgün istifadə etməyə bacarmalısınız. Əlavə olaraq, yeni ideyalara can atmaq. Baxın, işinizin sahibi olmaq istəsəz, əvvəl günlərlə başında fikirləşərsiniz. Ki, görəsən mən neyniyim, nə qurum, özümə nə iş qurum, nə biznes qurum. Obyekt açım, yaxşı, bu obyekti nə mağazası eləyim, neyniyim ki, ona tələbat daha çox olsun. Düzdürmü? Fikirləşirsiniz. Yeni ideyalara can atırsınız. Düzdürmü? Açar söz verirəm sizə. Yeni ideyalara can atmaq. Yeni ideyalara can atmaq. Daim ideya axtarışındasınız. Yeni ideyalara can atmaqdır. Başqa deyə bilərəm burada inandırma bacarığı. Məsələn, gedirsiniz bir dükana, aksesuar dükanına. Orada sizə nəsə satmaq üçün, məsələn, soruşursunuz ki, ay, məsələn, tutaq ki, daha satıcı. Bu sırğa qaralırmı? Deyir, yox, qaralmır. Ona ətir dəysə də, nə bilim, sabun dəysə də, su dəysə də, spirt dəysə, heç nə dəysə də qaralmır, heç vaxt qaralmır. Deməli, bu sizi nə etməyə çalışır? İnandırmağa, düzdürmü? Deməli, elə insanların, o obyektdəki o sahibkarların da, o insanların da inandırma bacarığı nə edib? Yaxşı inkişaf edib. Yəni, nitqləri var, natiqlik bacarığı var. İnandırma bacarığı var. Deməli, öz işinin sahibi olan insanlar, sahibkarların hansı bacarığı da var? İnandırmaq bacarığı. Bunları loru dildə ona görə misal çəkirəm ki, həyatdan nümunə gətirin, elə yadda saxlayın, həyatla əlaqələndirin. Sahibkar insanlar
obyektlərdə nə edirlər mağazalarda? Sizi inandırmağa çalışırlar. İnandırma bacarıqları yüksəkdir. Fikirləşəsiniz, sahibkar olmaq üçün mən nə edirəm? Yeni ideyalara can atıram. Yeni ideyalar düşdürəm. Görəsən mən deyiləsəm işimin sahibi olaram. Maliyyə savadlığınız yaxşı olmalıdır sahibkar olmağınız üçün. Pulunuza, büdcənizə qənaət etməlisiniz. Pul yığmalısınız ki, iş qura biləsiniz, biznes qura biləsiniz. Aydındır. Ticarət. Elə bir açar sözü ticarətdir. Başqa sizə burada nə deyim? Pulla bağlı nə görsəz deyəcəksiniz burada sahibkarlıqdır. Çünki orada maliyyə savadlığı var. Natiqlik, nitq qabiliyyəti görsəz deyəcəksiniz sahibkarlıqdır. Tam başa düşdünüz. Bura qədər. Aydındır. Nə qaranlıq qaldı? Yaxşı. Aydınsa sonuncu 8-cində. Müəllimə, Bəli. mən şəxsiyə baxa bilərsiniz. İndi baxa bilmərəm çünki ekran qeyd edici açıqdır. Girsəm ora düşəcək. Onda olar mən çıxım. Olar. Hansı müəllimimizdir? Oldu. Hə, Günel Mənəm Günel. Hə, çıxın, narahat olmayın. Buyurun. Oldu. Təşəkkürlər, sağ olun. Buyurun, sağ olun. Yaxşı, indi 8-ciyə baxaq, ən sonuncuya. 8-ci mədəni məlumatlıq və özünü ifadə. Mədəni məlumatlıq və özünü ifadə. Nə deməkdir bu? Mədəni məlumatlıq. Siz mədəni müxtəlifliyə hörmət edirsiniz. Burada bir açar söz verirəm sizə. Müxtəlifliyə hörmət. Mütləq bu açar sözü qeyd edin özünüzdə, yadda saxlayın. Müxtəlifliyə hörmət. Nə deməkdir bu? Yəni, siz müxtəlifliyə hörmət etməyi bacarırsınız. Həmin o müxtəlif insanlarla bircə yaşaya bilirsiniz. Qəbullanırsınız. Yəni, onlarla yaşamamaq üçün müqavimət göstərmirsiniz. Məsələn, nə deməkdir bu müxtəliflik? O müxtəlifliyin içərisində nə gizlənir? Biz Azərbaycanlıyıq. Azərbaycanlıyıq, düzdürmü? Soruşsam, bəlkə də dərsdə olan bütün müəllimlər müsəlmandır. Afrikalı müəllim yoxdur, düşünürəm ki, aramızda, düzdürmü? Əgər aramızda Afrikalı müəllim, Asiyalı müəllim olsaydı və yaxud da Amerikalı hər hansı bir müəllim olsaydı, siz ona hörmət eləyərdiniz, yoxsa yox? Dərsimizdə Afrikalı müəllim, Asiyalı müəllim olsaydı və yaxud da müsəlman olması xristiyan dininə, məsələn deyirəm də, xristiyan dilinə olsun, Yahudi olsun, xristiyan olsun, Rus olsun, Amerikan olsun, ona hörmət edərdinizmi? Bəli, bizim müsəlmanlar hörmətlənir. Xəyala müəllimə edərdi. Aha, siz də eləyərdiniz. Bəli, eləyərdik. Mən də eləyərdim. Müxtəlifliyə hörmət etmək lazımdır. Çünki o bir insandır. O Amerikandır deyə, Afrikalıdır deyə boy demək deyil ki, o insan deyil. Nə bilim, heyvandırmı, ya o düşməndimi? Bizim düşmənimiz deyil. Biz ermənidən başqa hamı edərdim. Bəli, Gülnara müəllimə doğrudur. Biz bütün o müxtəlifliyə hörmət etməliyik. Valla, indi deyəcək, biraz pis çıxacaq. Erməni eşitmişəm ki, indi öz ətrafımda olmayıb, amma elə eşitmişəm ki, ermənilərdə məsələn başda yaxın olanlar da olub, tanıdığı yaxşı insanlar da olub, ətrafında olan insanları. Mənim yox, düzünü desəm, amma ətrafındakı o bəzi insanların işdə, iş yoldaşlarımdan hər hansı birinin ətrafında erməni yaxşı tanıdığı qadın olub. Düzdür, çıxıb gedib buralardan, amma